Saatlıdan bir xəbərimiz olacaq. Saatlıda yaşayan fermer nar bağını Aqrar Sığorta Fonduna sığortaladı. Amma təsərrüfatında olan hadisədən sonra sığorta şirkəti tərəfindən ona maliyyə ayrılmayıb. Səbəb nədir? İzləyəcəyik. Mənə zəng gəldi, bank şotu yolladılar ki, siz bu şota 650 manat pul atmalısınız. Mən sözün düzü ehtiyatlı edim, ancaq attım. Saatlının Mustafabəyli kənd sakini Vüqar Xəlilovun 3 hektardan çox nar bağı təbii fəlakətdən zərər görüb. Fermer təsərrüfatını Aqrar Sığorta Fondunda öncədən sığortaladıb. Amma baş vermiş hadisədən zərərin qarşılanması üçün müraciət etsə də ona imtina cavabı verilib. Gec məlumat verməyimin əsas səbəbi ondan ibarətdir ki, mən məlumatlandırmayıb ki, siz sığorta təminat risk qrupuna aid olan hadisələrdən ziyan dəysə, siz 10 gün ərzində məlumat verməliyiniz bilmirdim. Mən belə qənaətə gəlirəm ki, heç bir sığorta təminat risk qrupuna aid təbiət hadisəsi baş verməmişdir. Ancaq halbuki müvafiq dövlət qurumu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi arayış vermişdir ki, həmin ərazidə dolu, sel su basma, normadan artıq yağan yağışlar, nə bilim fırtına hamısı eyni vaxtda baş vermişdir. Məsələ ilə bağlı Aqrar Sığorta Fondundan bildirdilər ki, fermer hadisə ilə bağlı sığortaya gec məlumat verib. Dolu və su basma hadisəsi iyun ayının 3-də olduğu halda Vüqar Xəlilov bu haqda sentyabr ayında onlara bildirib. Fermer və təsərrüfat sahibləri öz əkin sahələrində baş verən hadisələr barədə ən gecə 10 gün ərzində fonda məlumat verməlidirlər. Yəni hadisədən düz 100 gün sonra məlumat verir. Əraziyə baxış keçirən ekspert burada iddia olunduğu kimi dolu, sel, su basma və ya hər hansı bir təminat daxili zərər aşkar etməyib. Ümumiyyətlə böyük ehtimalla üstündən uzun müddət vaxt keçməsi səbəbindən bu ərazidə fermerin iddia elədiyi hadisənin izləri aşkar edilməyib. Aqrar sığorta qaydalarına görə hadisənin baş verdiyini müəyyən etmək mümkün olmadıqda bu hal imtina üçün əsasdır. Buna görə də fermerə sığorta ödənişindən imtina edilir. Bir sözlə, Vüqar Xəlilov təsərrüfata xərclədiyi pullar kimi sığortaya ödədiyi vəsait də boşuna getmiş olur. Gecikmiş məlumata görə indi dəyən ziyanı özü ödəməli olacaq.